Mənə tez-tez sual verirlər ki, Rusiyanın, SSR-nin, Rusiya imperiyasının türklərə dəstəyini, yəni türkləşdirmə xəttinin dəstəyini necə sübut edə bilərəm? Bu çox sadə bir faktdır. Bu haqda, yəni məncə o qədər də beyin işlətməyin mənası yoxdur. Çox sadə faktlar var ortada. Hazırda gördüyünüz bütün türk respublikaları əksəriyyət olaraq Rusiya tərəfindən yaradılıb, yəni Sovetlər Birliyi tərəfindən yaradılıb, ya da ki, dəstək görübdür. Bura həm müstəqil dövlətlər, sözdə müstəqil dövlətlər təbii ki, həmçinin muxtar ərazilərə aiddir. Misal üçün, Sovet dövründə gördüyünüz Azərbaycandır, Qazaxıstandır, Qırğızıstandır, Özbəkistandır. Bunların yəni Sovet səviyyəsində, yüksək səviyyədə dövlət səviyyəsində təmsil olunan dövlətlərin hamısı Sovetlər tərəfindən qurulmuşdu. Deyə bilərsiniz ki, yəni daha əvvəl Azərbaycan var idi orada. Tamam, amma başqa respublikalar yox idi. Həmçinin Azərbaycan öz ərazisini genişlədə bilmirdi, böyük söz sahibi deyildi, əhali ona tabe olmurdu və cəmi 1 il ortada idi. O 1 il ortada olmaq da bir növ Sovetlərin dəstəyi ilə baş vermişdi. Həmçinin Sovetlər ərazisində yaradılmış dövlətlərə baxın, türk dövlətlərə baxın. Başqırğızstan, Çuvaj, Yakutiya, Altay, Tuva, Xasakiya, Qaraçay, Çərkəz. Bunlar 8 dövlətdir. Burada 8 dövlət var ki, Tatarstan da bura əlavədir. Ruslar tərəfindən yaradılıb. Yəni bundan əvvəl onların böyük bir tarixi, böyük bir zəngin mədəniyyəti, böyük bir dili və yaxud da əhalisi olmayıbdır. Misal üçün, mən bu dövlətlərin hazırki əhali sayını sizə vurğulamaq istəyirəm və bunların hamısı onların özləri deyil, ruslarla qatışmış vəziyyətdədir. Başqırğızstanda 1,2 milyon əhali yaşayır ki, onun 200 minə qədəri başqırd olduğu ortadadır. Yəni qalan əhali heç başqırd da deyil. Ruslardır çoxluq olaraq. Çuvaşda 1,1 milyon əhali yaşayır. Yəni 1 milyon 100 min əhali yaşayır. Onun böyük bir hissəsi də yenə Çuvaş deyil. Yakutiyada 1 milyon əhali yaşayır. Eyni qayda əhalinin yarısı Yakutiya ilə əlaqəsi yoxdur. Ümumiyyətlə Yakutiya terminini, bu əhali necə orada çıxdı bilinmir. Yəni belə bir tarixdə güclü bir cəryanmı, əhali axını olmayıbdı. Tuvada 336 min əhali var və bunun bəlkə də 30 mini Tuvalıdır. Yəni təsəvvür edirsiniz, 30 minlik bir xalqa dövlət qurublar. Və həmin bunların, mən hələ danışmıram ki, həmin Sovet dövründə nə qədər əhalisi olub. Bu gün 30 mindir bunlar. Yəni əhalinin ümumi sayı 336 mindir, amma 30 mini Tuvalıdır. Təsəvvür eləyin, bunlar Sovet dövründə orada real olaraq Tuvalıların sayı 3-4 min adam olubdur. Yəni orada Tuvalı deyə bir şey olmayıbdır. Karkaziya var, 525 min əhali. Eyni qayda Qaraçay, Çərkəz 468 milyon. Qaraçay, Çərkəzlərdə bir qədər Qaraçay və Çərkəzlərin özünün yəni bu yerli əhalinin çoxluğu var, amma yenə də bu çox aşağı rəqəmlərdir. 468 min nəfər. İndi sizə belə bir sual verə bilərəm. Yəni bu respublikaların heç birinin dövlətçiliyi tarixi olmayıb, heç birinin geniş bir mədəni cəryanı olmayıb, dili olmayıb. İndi də belədirlər, yəni ortada bir şey yoxdur. Bəs nəyə görə Rusiya bunlar üçün bir şey yaradır? Misal üçün talışların sayı hal-hazırda 2 milyondur. Həmin vaxtda, yəni bunların sayı 20-30 min adam olanda, 4 minlik bir dövlətlər olanda talışların burada əhalisi 300-400 min əhali təşkil edirdi. Bəlkə rəqəmlərdə bir qədər səhv edə bilərəm, amma %100 deyə bilərəm ki, bunların əhalisindən qat-qat çox bizim əhalimiz var idi. Tarixdə dövlətimiz var idi, həm Talış xanlığı, həmçinin də Sovetlər qurulmamışdan qabaq, yəni Azərbaycan necə qurulmamışdı, Sovetlər qurulmamışdan qabaq qısa tarixdə bir neçə aylıq mövcud olmuşdu. Bizim də respublikamız vardı, Muğan Sevat Respublikası. Bunlar Talışların qurduğu respublika idi. Yəni nəyə görə bu qədər zənginliyi olan bir respublikanı milləti respublika etmir Sovetlər Birliyi, gəlir türklərdən yapışır. Yəni bizim Azərbaycanla eyni bir statusumuz var idi təxmin olaraq.
yəni nəyə görə Azərbaycandan daha dərin tariximiz var, daha qədim tariximiz var, belə baxsaz. Həmin andakı statusdan mən danışıram ki, Azərbaycanın bir qədər üstünlüyü var idi, Avropadan, Britaniyadan maraq var idi, amma bizim tarixi statusumuz Azərbaycan statusundan daha genişdir. Və hətta bu respublikaların tarixindən ümumiyyətlə genişdir. Yəni Altay, Tuva, Qaraçay, Çərkəz bunlar bizlə Talışlarla müqayisə gələ bilməz bir şeydir. Həmçinin ləzgilərlə müqayisəyə gələ bilməz bir şeydir. Bizdə avarlarla müqayisəyə gələ bilməz. Həmin vaxt indi tatları məhv eləyiblər, amma həmin vaxt tatların daha güclü bir milli kimliyi var idi Azərbaycanda. Yəni necə olur ki, bizə bu qurulmur, gedir türklər üçün qurulur. Və sonra da belə bir propaganda ortaya çıxır ki, güya türkləri Rusiya məhv eləməyə çalışıb, Sovetlər Birliyi bunları əzirmiş, bunları nə bilim ət maşınına çevirirmiş. Bizim xəbərimiz olmayıb. Bunlar hamısı yalan-palan söhbətlərdir. Həmçinin mən digər bir faktları da sizə göstərmək istəyirəm. Rəqəmlər tam yadımda qalmır deyənlər buradan oxumalıyam. Rusiyanın Türkiyənin yaradılmasında birbaşa əməyi olub. Yəni Rusiya Türkiyənin yaranmasında əməyi olubdu. 1900-1922-ci illərdə Sovet Rusiyası türk millətçilərinə 39.000 tüfəng, həmin vaxta görə çox böyük rəqəmlərdir bunlar. 327 pulemyot, 54 top, 63 milyon tüfəng gülləsi, 147.000 mərmi, 2 patrul qayığı, 200 kiloqram qızıl külçə və 10 milyon türk lirəsi daxil olmaqla zəruri silah və maliyyə resursları təmin etmişdi. Yəni 10 milyonluq da bir türk lirəsi dəyərində də əlavə yardımlar olub, digər silahların alınması. Bunlar böyük rəqəmlərdir həmin dövrə görə. İndiki dövrdə belə, yəni bu qədər silahı sən hansısa bir quruma versən, təşkilatlanmış bir quruma versən, vurub dağıdarlar. Həmçinin diplomatik dəstək də Sovetlər Birliyi tərəfindən çox böyük oldu Türkiyə. Yəni Ruslar olmasaydı, Türkiyə adlı biz bir dövlət görməyəcəkdik çox güman. Həmçinin türklər Yunanlara, Avropalılara və ermənilərə qarşı mübarizə apara bilməyəcəkdi. Türklər erməniləri, Yunanları sırf rusların köməyi ilə məğlub etdi. Bu tarixi bir faktdır. Bunun haqqında məqalələr var, faktlar var. Arxivdə araşdırılmamış yüzlərlə də məlumatlar var. İndi gələk, yəni Rusiya bunu nəyə görə edirdi? Yəni mənə həmişə bu sual verilib. Yaxşı, biz başa düşdük, bəzi insanlar yəni doğru görmə qabiliyyəti var və deyirlər ki, yaxşı biz görürük, sən faktları qoyursan ortaya, amma biz başa düşmürük. Yəni nəyə görə bu ruslar bunu eləsin və indi də desinlər ki, ruslar bunlara düşmən olub. Baxın, Türkiyə qurulmaqla Osmanlı dağıldı. Yəni Osmanlı bir imperiya olaraq onsuz da zəifləmişdi, amma türklərin içəridəki fəaliyyəti nəticəsində, separatçı hərəkatları nəticəsində Osmanlı tamamilə dağıldı. Yəni türk separatçılığı Osmanlını içəridən dağıtdı. İndi də deyirlər ki, nə bilim ərəblər bizə xəyanət elədi, filankəs xəyanət elədi, ayrıldı. Qardaş, Osmanlıya ən böyük xəyanət edən türklərdir. Yəni türklər bu Osmanlının düz göbəyində bu Türkiyə Respublikasını yaratmasaydı, bəlkə də Osmanlı yaşayacaqdı, yaxşı pis yaşayacaqdı. Yaxşı, bu ruslar bundan nə əldə etdi? Böyük bir imperiyanın tarixi çökdü. Şərqi Avropa türklərdən təmizləndi. Həmçinin Osmanlıdan təmizləndi. Yəni yavaş-yavaş Osmanlı məsələsi ortadan yığışdırıldı və sonradan Sovetlər Birliyi gəldi, Şərqi Avropanı işğal elədi. Düzdür, bu işğal yəni birbaşa Sovetlərin tərkib hissəsi kimi getmirdi, amma Sovetləşdirdi. Yəni öz milli siyasətini, öz sosialist siyasətini kommunizmə yeritmiş oldu bu ölkələrə. Çexoslovakiyadır, digər keçmiş bir çox ərazilər keçmişdi Osmanlıya aid idi. Əvvəlcə o zonanı tamamilə bu Osmanlı xəttindən təmizlədi. Daha sonra öz siyasi kimliyini ora yeritdi.
Həmçinin baxın Qafqazda və Mərkəzi Asiyada əsas güclər kim idi? Qafqazda əsas güc Osmanlı və İran idi, təsir edici güclər idi. O İranın birbaşa təsiri var idi, Osmanlının da dolayı yolla təsir imkanları var idi. Mərkəzi Asiyada da biz baxırıq, İranın güclü bir təsiri var. Həmçinin Çinin təsiri var idi. Bura. Və nə oldu? Osmanlı ilə bərabər İran və Çinin Mərkəzi Asiyada, həmçinin Qafqazda təsiri sıfıra endirildi və bunlar da Sovetlərin ərazisinə çevrildi. Yəni burada da qalib gəldilər. Yenə də kimlərdən istifadə etdilər? Türkçülükdən və türklərdən. Və bütün bu respublikalar nəyə görə yaradılıb? Çox sadədir. Yəni ruslar türklər vasitəsilə həm Osmanlını, həm İranı, həm də Çini zərərsizləşdirmək üçün bir plan cızmışdılar. Və bunu tam olmasa da, yarı da olsa uğurla həyata keçirdilər. Yəni bu ölkələrin qurulmasında məqsəd, bu təbliğatın qurulmasında məqsəd Çinə, İrana və həmçinin Osmanlıya təsir etməkdir. Osmanlını darmadağın elədilər. Yəni türklərə ən böyük dəstək Osmanlıda gəlmişdi. Sovetlər Birliyi tərəfindən və burada həmçinin Britaniyanın və digər ölkələrin də marağı var idi. Osmanlı dağılsın. Rusiya bunu çox mahir bacardı. Və indiyənə qədər də türklərin qılı da incimir bu söhbətdən. Yəni bu söhbəti bəlkə məncə bir 10 il, 20 il də keçsə, kimsə deməsə başa düşməyəcəklər. Kimsə desə belə başa düşməyəcək. Çünki bunu Türkiyədə izah edən alimlər var. Amma onlar necə deyək, sıxışdırılır və təhqir edilir. Türklər qəbul eləmək istəmir reallığı. Azərbaycanda da eyni vəziyyətdir. Bizdə də reallığı qəbul eləmək istəmirlər, faktı qəbul eləmək istəmirlər. Bəs indi Rusiyanın nə çıxarları var? Bəzi insanlar mənə deyir ki, yox, bu keçmişdir, keçmişdə qalıb, Rusiya imperiyası oldu, Sovetlər Birliyi oldu və bu söhbət bitdi. Bitməyib. Bu söhbət bitməyibdir. Ruslar hələ də türklərin əli ilə İran və digər ölkələrə təsir etmək istəyirlər. Çinə təsirlər azdır, çünki Çin məsələsi onların həm Sovet dövründə, həm də indiki dövrdə uyğunlaşdığı məsələ ilə, yəni planlaşdırıldığı kimi gedir. Yəni Çin oldu kommunist ölkəsi, onlara sərf edirdi. Ona görə Çinə çox dəyib dolaşmadılar. İndi də Çin Rusiyanın müttəfiqidir. Aralarında hələ də bəzi söhbətlər var, amma müttəfiqlər münasibətlərdə. Həmçinin baxsaz digər ölkələrə İranla müttəfiq kimi görünə bilər, Rusiya amma deyil. Hələ də İrana təhlükə kimi baxır və Azərbaycandakı türkçülükdən İrana qarşı istifadə etməyə çalışır. Digər ölkələr də bunu edir. Məsəl üçün Türkiyə də buna şərik olubdur. Bunu etməyə çalışırlar. Türkiyənin hal-hazırda özündə isə onlar həm Sovet dövründə öz planlarına nail ola bilmədilər tam. Çünki Sovetlər sonradan Türkiyənin NATO-ya genişlənməsinin qabağını ala bilmədilər. Və NATO Türkiyəni ələ keçirdikdən sonra Sovetlər orada artıq başqa cür işlər görməyə başladı ki, bugün danışılır ki, güya bunlar düşmən oldu, falan oldu. Amma indinin özündə belə Türkiyənin siyasəti Rusiyaya sərf eləyir. Yəni bugünkü siyasətdən danışıram. 2013-14-cü illərə qədər Türkiyə siyasəti Rusiya siyasətinə daban-dabana zidd idi. Amma hal-hazırda uzlaşma gedir. Yəni Ərdoğanın əli ilə bu uzlaşma gedir. Və ona görə də türkçüləri orada da dəstəkləyirlər. Türkçülərin içində çox böyük həcmdə, həm Türkiyədə, həm Azərbaycanda, həm Mərkəzi Asiya respublikalarında Rus agentləri var. Bunu qəti şəkildə bildirirəm. Yəni bunun açıq sübutları var ortada. Və həmçinin siyasətdə bunlar həm müxalifət, həm iqtidarda böyük şəkildə təmsil olunur. Türk liderlərinin əksəriyyəti, yəni Ərdoğan çıxmaq şərti ilə Rusiyanın nəzarəti altındadır. Həmçinin Ərdoğana böyük təsiri var Putinin və Rusiyanın. Həmçinin
digər tərəfdən ruslar türklərdən separatçı məqsədlər üçün də yararlanmağa çalışır. Buna ilk olaraq Ukraynaya cəhd etdilər və Ukraynada bu o qədər də uğurlu alınmadı. Çünki burada Türkiyənin də özünə məxsus maraqları var idi. Orada uzlaşa bilmədilər Krım tatarları məsələsində. Bu söhbət bir ara ortada gəzdi. Sonradan Ukraynalılar da gördü ki, lazımsız bir mövzuda atdılar zibilliyə. Amma misal üçün Axıska türklərinin istifadə etməyə çalışırlar digər ölkələrə qarşı. Onlara muxtariyyət verməyə çalışırlar. Yəni baxın, bu qədər sübut vardı ortada. Yəni bunu sadəcə məntiqlə qavramaq lazımdır və bundan sonra da durub demək ki, Rusiya türkçülərə qarşıdır, Rusiya Türkiyəyə qarşıdır, Azərbaycan qarşıdır. Bunlar boş söhbətlərdir. Və mən buna həmişə demişəm, Rusiya birbaşa olaraq həm Rusiya imperiyası dövründə, həm Sovetlər Birliyi dövründə, həm də indiki dövrdə türkçülüyün himayədarıdır. Bu bir qədər dəyişə bilər. Bu bir qədər, necə deyim, balans dəyişdirə bilər. Bu nə vaxtsa, hansısa tarixin hansısa dövründə azala və çoxala bilər bu dəstək. Amma bu dəstək heç vaxt kəsilməyib. Və ruslar bunun memarıdır. Yəni müasir türk dövlətlərinin hamısı Rusiya kəşfiyyatı tərəfindən qurulub, Rusiya tərəfindən maliyyələşdirilib, onların metrosu olsun, onların prezidenti olsun, siyasətçisi olsun, təbii sərvətlərindən istifadə məsələsi olsun, yəni öz xeyirlərinə də, həmin dövlətlərin xeyrinə də burada hər şey Rusiya edib. Hər şey, ya demirəm ha, bir-iki şey, hər şey Rusiya edibdir. Bugün Bakıda metro görürsə, bunu Rusiya edib. Bugün neft buruqları görürsə, bunu Rusiya düzəldib onlar üçün. Bunlar türklərin öz başı üçün deyil. Yəni Tuvada olan 30 min, 40 min Tuva türk heç türk olduğunu belə bilmir. Bunlar heç bilmir nə danışırlar, nə edirlər. Bunların mədəni bir xətti yoxdur. Dünyada 30-40 min dəyəri olan, bilirsiniz nə qədər millət var? Bilirsinizmi nə qədər millət var? Türkiyənin içində. Türkiyənin içində nə qədər bundan çox millət var, Avropanın içində nə qədər bundan çox millət var. Yəni bunların qurulma məqsədi nədir, nəyə xidmət edirdi? Buna bir məntiqlə özünüz də düşünün. Və bu gün də ruslar bu türkçülük xəttini dəstəkləyəcək. Həmçinin Türklər Birliyi, yəni Türk Ölkələri Birliyi də bu Rusiya tərəfindən dəstəklənən bir birlikdir. Bu təkcə Rusiya tərəfindən mi dəstəklənir? Xeyr. Başqa yerlərdə var, başqa siyasi güclər də var. Amma bunun əsas qurucusu yenə də Rusiyadır. Bunun başında Rusiya dayanır. Nəyə görə? Yenə də İranın güclənməsindən qorxurlar, Çinin güclənməsindən qorxurlar. Baxın, Türk Ölkələri Birliyi söhbəti bir müddət yatdı. Bunlar bir-biri ilə əlaqəsiz oldu. Bu hansı ki neftin tuğyan edən vaxtı idi. Və bunu niyə etmədilər? Çünki Rusiya sərf eləyirdi. Burada nəyinə lazımdır bir birlik yaratsın? Yəni Türklər birliyi niyə yaratsın ki Rusiya? Özü güclü idi, pulu vardı, hər şey vardı. Neft o ki aşağı düşdü, başladılar bu birliyi yaratmağa. Nəyə görə? Gördülər ki, Çin güclənir, İran güclənir. İran neft düşsə də yenə öz gücünü göstərir. Yəni o da çox güclü bir gücə çevrilir. Və yenə də başladılar ki, neyiniyək? Köhnə silahımız var. Türklərdən gəlin istifadə eləyək. Və bununla da yenidən bu Türk birliyi məsələsini atırlar ortaya. Hansı ki, bu görəcəksiniz. İndi danışırlar. Bu gün Rusiyaya belə ziyan verəcək, elə eləyəcək, belə eləyəcək. Mən sizə indidən deyirəm, bunlar Rusiyaya zərrə qədər də ziyan verməyəcək. Zərrə qədər də bir şey olmayacaq. Bunlar birləşdikcə ilk olaraq İrana problem yaradacaqlar. Əgər İran üzərində uğurlu olsalar, sonra da Çinə problem yaradacaqlar. Bu qədər sadə məsələ. Bu ölkələr birləşib Rusiyaya qarşı danışa bilər. Yəni sözdə nəsə deyə bilər. Amma bu ölkələrin Rusiyanın iqtisadiyyatı aşağı düşməyəcək, alış-verişi aşağı düşməyəcək. Bu həmişə olub. Yəni bu türk ölkələrindən kimsə çıxıb nəsə deyir Rusiyaya qarşı, amma baxsan ticarət öz yerində, hər şey öz yerində. Yəni rus dilində məktəblər də var, hər şey də qurulub yerindədir. Mən yəni bu faktlara baxıram, boş-boş danışmağa baxmıram.
boş-boş danışmağa baxsız dünyada çox şey fərqli olardı. Burada əsas iqtisadi məsələlərdir, digər məsələlərin varlığıdır. Və burada da yenə deyirəm, özünüz görəcəksiniz. İnşallah bizə qismət olacaq görmək. Görəcəksiniz. Yəni bu birlik yönələcək İrana qarşı ilk olaraq, sonra yönələcək Çinə qarşı, əgər uğurlu olsa İrana qarşı. Bunun başqa bir şeyi yoxdur, məqsədi yoxdur. Yəni nə bilim Rusiyaya qarşı, falan qarşı, heç nə qarşı olmayacaq. Mümkün deyil bu. Bunun başında Rusiya var. Bu bunlara qarşı ola bilməz. Bu qədər sadədir məsələ.